Azərbaycanda daşınmaz əmlak əldə edən əcnəbi vətəndaşların sayı açıqlanıb. Son 5 ilin statistik göstəricilərini əldə etmişik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bu barədə rəqəmləri əldə etmişik. Son 5 ilin rəqəmlərini əldə etmişik. Azərbaycanda əcnəbi vətəndaşlar, neçə əcnəbi vətəndaş nə qədər daşınmaz əmlak alıb, yəni burada söhbət mənzil, fərdi yaşayış evləri, bağ evləri, eyni zamanda da qeyri-yaşayış sahəsi, yəni obyektlərdən söhbət gedir. Həmin əcnəbi vətəndaşlar əsasən mülkləri Azərbaycanın hansı rayon və şəhərlərindən əldə ediblər, eyni zamanda da mülk alan, Azərbaycanda daşınmaz əmlaka sahib olan əcnəbi vətəndaşlar əsasən hansı ölkələrin vətəndaşlarıdır? Bax, bu barədə sizə ətraflı məlumat təqdim edəcəm. Dediyim kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən əldə etdiyimiz məlumata görə son 5 ildə Azərbaycanda 6182 xarici ölkə vətəndaşı 6913 daşınmaz əmlak alıb. 2021-2025-ci illər ərzində Azərbaycanda xarici ölkə vətəndaşları tərəfindən əldə edilmiş daşınmaz əmlakların 6376-sı mənzil, fərdi yaşayış və bağ evləri, 537-si isə qeyri-yaşayış obyekti olub. Rəsmi məlumata görə 2021-2025-ci illər ərzində Azərbaycanda xarici ölkə vətəndaşları tərəfindən əldə edilmiş daşınmaz əmlakların 4317-si Bakıda yerləşir. Bundan başqa, əcnəbi vətəndaşlar daha çox Sumqayıt, yəni 451, Abşeron 260, Gəncə 186, Lənkəran 152, Qusar 128, Xaçmaz 122, Zaqatala 103, Astara 95, Quba 78 və digər şəhər və rayonlarda daşınmaz əmlak əldə ediblər. Statistikadan o da məlum olub ki, əcnəbilər daha çox Bakı şəhərindən, ən az isə Füzuli və Xızı rayonlarından mülk alıblar. Digər rayonlarda Azərbaycanın demək olar ki, bütün rayonlarından mülk alıblar. Yəni ən azı dedim və ən çoxu təqdim edim. Məsələn 10, 12, 15, 8, 5, 3 belə rəqəmlər də var. Həm də Azərbaycanın demək olar ki, bütün rayonların əhatə edir bu əcnəbi vətəndaşların aldıqları mülk. O da məlum olub ki, ölkəmizdə daha çox mülk alanlar Rusiya vətəndaşlarıdır. Rusiya vətəndaşları Azərbaycanda 4638 daşınmaz əmlak əldə ediblər. Sonraki yerlərdə Gürcüstan vətəndaşları, yəni 716, Türkiyə 312, Ukrayna 198, İran 187, Qazaxıstan 160, Almaniya 105, Amerika Birləşmiş Ştatları 72, Albaniya 63, İsrail 58 və digər ölkələrin vətəndaşları qərarlaşıb. Ümumiyyətlə, son 5 ildə 57 ölkənin 6182 vətəndaşı Azərbaycanda 6913 daşınmaz əmlak əldə edib.